Senin qaymoritin var. Ona göre de hava soğuyan kimi burnun suyu dayanmır. Ağrıdan az qalır gözlərin yerindən çıxa. Ağrıdan başını qaldıra bilmirsən, nəfəs ala bilmirsən və bunlara son qoymaq üçün hələ də gözləyirsən. Gözləyirsən ki, vəziyyət daha da ağırlaşsın, kritik vəziyyətə çatsın. Nə gözləyirsən? Diqqətlə qulaq as, çox sadə bir üsulla qaymoriti necə müalicə eləyəsən, onu sənə izah eləyəcəm. Amma əvvəlcə ekrandakı ürəyi zəhmət olmasa qızar. Yaxınlaşırsan aptekə, Sinisol Majoron spreyi alırsan. Deməli, bu spreyi istifadə etdikcə zaten effektini görəsiniz. Deməli, nə edir? Hər istifadə etdiyiniz zaman burun boşluqlarına yığılan iltihabı, çirki təmizləyir. Tamamilə bir müddətdən sonra orada nə var hamısını töküb burundan qaytarır, gətirir. Və elə ilk istifadədən görəsiniz ki, ağrılar azalır, burun tutulmaları azalır, daha burun tutulmur, burun suyu axmır. Və istifadə etdiyiniz indiyənə qədər bəzi kimyəvi tərkibli spreylər var. Onların burun boşluqlarına, qəlsəmələrinə vurduğu asıllıq yaradıcı zərərlərini də azaldır. Az bir müddətdən sonra tamamilə o asıllıqdan da sizi qurtarır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Mütləq alın, istifadə edin. İnanın ki, xeyrin gördükdən sonra ətrafınızda nə qədər bu problemdən əziyyət çəkən insanlar var, onların hamısına məsləhət görəsiniz. Yəni bunu əminliklə deyirəm. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzasınız balıq olanla hər zaman sağlam qalın.